Azərbaycanda İlham Əliyev elə qaramat və gülməli rejim yaradıb ki, bizim ağlımıza gələn ən axmaq zarafatın günü sabah reallaşmaq imkanı var. Konkret Hansı? mövzunu deyim. 3 ay zad bundan əvvəl İlham Əliyev çıxış elədi də, yadınızdadır, dedi ki, iş istəyən üçün iş var. Mən orada dedim ki, qardaşlar, bu çıxışdan sonra hazır olun. Kim indən belə işsizlikdən şikayətlənsə, onlara cinayət işi açıla bilər. Çünki İlham Əliyev deyir ki, iş var. Deməli, işin olduğu şəraitdə sən işsizlikdən şikayət edirsənsə, hökumətin, hakimiyyətin məntiqinə görə sən sabotaj yaradırsan, destabilizasiya yaradırsan, təxribatçısan, həbsə getməlisən. Və ondan sonra bir yadınızda var da, dilənçilərlə bağlı qanun qəbul elədilər ki, dilənmək belə qadağandır. Çox mümkündür ki, yaxınlarda o da olacaq ki, işsizlikdən şikayətlənmək də dövlətçiliyə qarşı çağırış kimi qeyd olunacaq. Dilənçiliyə cərimə kəsilər də, kəsdilər, bəli. İndi dilənçilik getdi, onun növbəti addım odur ki, işsizlikdən də şikayətlənə bilməzsən, şəraitindən şikayətlənə bilməzsən. O da var, tüfeylilik adlanır, Sovet hökuməti adı vaxtı vardı. Doğru. İndi ən maraqlısına gələk Əhməd bəy. Təxminən 2 həftə bundan əvvəl Qarabağda bir ağsaqqal kişi Laçında çıxdı, şikayət elədi ki, iş yox, güc yox, gətirib bizi burada azdırıblar. Bir türk bloger bunu çəkmişdi. Video yayıldı, üstündən saatlar keçəndən sonra kişini çıxartdılar efirə, üzrxahlıq videosunu yaydırdılar və dedi ki, mən əsəbi olmuşam. Və belə bir video, 2 belə video da var idi. Biri Cəbrayıldan olmuşdu, evindən şikayətlənmişdi, biri də nəyə görə? Onlara da üzrxahlıq videoları çəkdirmişdilər. Və bu üzrxahlıq videolarının müqəddiməsində mən gördüyüm bir cümlə məni düşündürməyə sövq etdi. Humoristik janrda bir video çəkdim. Dedim ki, dostlar, fikir verin. O videoların hamısı belə başlayır. Əsəbi olmuşam, özümdə olmamışam, belə bir söz demişəm. Dedim, bunun növbəti addımı ora gəlib çatır ki, birazdan tək Qarabağ zonasında yox, bütün Azərbaycanda şikayət eləyənləri tutub dəlxanaya salacaqlar və yaxınlarına, başqa adama da yox, öz yaxınlarına dedizdirəcəklər ki, bu kişi, bu qadın, bu bacımız, bu anamız başı xarab idi, ağlı işləmirdi, kəmağlı idi deyib. Mənim qara yola olmuş bu yumorum artıq reallığa çevrilir ki, Azərbaycan hökuməti hazırlaşır ki, insanları rahatlıqla psixiatrik müalicəyə göndərsin. Və bu təcrübə bunların var. Həm dədələrindən var, Heydər Əliyevin dövründə. Siz sadaladığınız məsələn Nadir idi də o Səlyandan familiyası. Nadir Ağayevi Heydər Əliyev tutturmuşdu. O da talehin bir təzadi idi. Raqib Qurabxanoğlu'nu da Heydər Əliyev tutturmuşdu. Onu bilmirdim. Və İlham Əliyevin də təcrübəsində var. Siz bir xatırladınız, bizim Naxçıvanda üzvümüz idi, həkim. Şikayət elədiyinə görə onu gətirib Bakıda salmışdılar Maşdağana psixiatrik xəstəxanasına və Aqili də xatırlatdınız.